Bakı metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minimuma endiriləcək. Milli AZ xəbər verir ki, bunu trendli açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir. Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. Qırmızı xətt üzrə İçərişəhər stansiyasının arxasında, yaşıl xətt üzrə hərəkət edən qatarların dönməsi üçün isə Xətai stansiyasından sonraki Bənövşəyi xəttin şərti adı Y15 olan stansiyada dönmə kameraları inşa ediləcək. Qeyd edilib ki, artıq İçərişəhər stansiyası ilə bağlı işlərə başlanılıb. Bu kameralar inşa ediləndən sonra yaşıl və qırmızı xətt üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra qırmızı xətt üzrə hərəkət edən qatarlar arasında interval 2 dəfədən çox azalaraq 1 dəqiqə 30 saniyəyə endirilə bilər. Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir, əlavə olunub.